Qarabağ bugün Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda doğma meydanında Frankfurt təmsilçisi Eintrachtı qəbul edəcək. Bu qarşılaşmaya tamam və ya davam statusu vermək bir mənalı şəkildə mümkündür. Ona görə ki, Qarabağ son turda səfərdə Liverpoolun qonağı olacaq. Üstəlik onu da nəzərə alaq ki, dünən baş tutan oyunlardan sonra Ağdam təmsilçisi artıq 24-lüyü belə tərk edib. Bir sözlə, bugünkü qarşılaşma Qarabağ üçün artıq talih yüklüdür və komanda meydana ancaq 3 xal üçün çıxmalıdır. Bunun üçün münbit şərait də var. Çünki rəqib Eintracht son dövrlərdə qeyri-sabit çıxış edir. Bundesliqada yanvarda keçirilən 3 oyunda komanda 3 oyunda 9 qol buraxıb və bu da komandanın müdafiəsində çox ciddi problemlərin olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi Eintrachtın baş məşqçisi də istefaya göndərilib və komandanı belə deyək, Bakıya başsız gəlir. Başsız gəlir deyəndə, yəni məşqçilər heyəti rəhbərlik edəcək komandaya. Üstəlik nəzər alaq ki, Eintrachtın azarkeşləri də Tofiq Bəhramov da bəlli səbəblərdən olmayacaq. Bu isə Qarabağa əlavə üstünlük verir. Bir sözlə, bugünkü oyunda hədəf yalnız qələbə olmalıdır. Siz də oyunla bağlı fikirlərinizi rəy bölməsində bildirə bilərsiniz.